arzularımızdan vaz keçməməliyik və arzularımızın arxasınca getməliyik. Könüllü fəaliyyəti insana çox böyük töhfələr verir, həyatda uğur qazanmaq üçün böyük təcrübə qazandırır. Bu sərgi çox iri miqyaslı sərgi idi. Ümumiyyətlə 197 ölkə iştirak edirdi. Hər gün 10 mindən çox əcnəbi ziyarətçimiz ölkə haqqında müxtəlif məlumatlar əldə edirdi. 1997-ci ildə Neftçalada doğulmuşam. 99-cu ildə ailəmlə birlikdə Bakıya köçmüşük. Ailəmiz 4 nəfərdən ibarətdir. Atam ixtisasca mühəndisdir, anam müəllimə, bacım isə dizaynerdir. 2003-2014-cü illərdə orta təhsilimi Ankara məktəbi məktəb liseyində almışam. Ən böyük dəstəkçilərim də hər zaman elə valideynlərim olub. Hər zaman özümü gələcəkdə təsəvvür eləyəndə nə olacam, kim olacam, beynəlxalq arenada ölkəmi tanıdan bir şəxs kimi təsəvvür eləyirdim. Hər zaman hansısa beynəlxalq fəaliyyətlə məşğul olmaq istəyirdim. Müxtəlif fən olimpiadalarında iştirak eləmişəm. Hər zaman ən sevdiyim dərslik Atlas olub. Atlasda bütün gün oturub ölkələrin yerlərini əzbərləməyi, onların paytaxtlarını, bayraqlarını öyrənməyi çox sevirdim. Azərbaycan Dillər Universitetinə Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinə qəbul oldum. Çalışırdım ki, ümumiyyətlə tələbəlik həyatım çox aktiv keçsin və maksimum nələrsə öyrənməyə çalışım. Tələbə Gənclər Təşkilatına üzv oldum. Daha sonra Tələbə Gənclər Təşkilatındakı aktiv fəaliyyətim dəyərləndirildi və fakültə üzrə təşkilatın sədri seçildim. Universitetimizin, hətta fakültəmizin tələbələrinin hansısa tədbirlərdə iştirakını təşkil olunmasına, təmin olunmasına dəstək göstərirdim. Əlimdən gələni eləyirdim tələbələrimizin inkişafı üçün. Həm Azərbaycanda Avropa oyunları keçirildi, həm də İslam həmrəylik oyunları. Xoşbəxt gənclərdən idik ki, həmin dövrə təsadüf eləmişdi tələbəlik illərimiz. Həmin dövrdə keçirilən tədbirlərdə iştirak eləmişdik könüllü kimi. Oradakı fəaliyyətim karyeramda, həm də ümumiyyətlə bütün həyatımda mühüm rol oynamışdı. Çox şey əldə eləmişdim. Universiteti bitirdiyim il Azərbaycan Dövlət İqtisad Universitetində layihələrin idarə edilməsi üzrə magistratura pilləsinə qəbul oldum. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə könüllü kimi üzv oldum. Elə aktiv fəaliyyətim dəyərləndirildi. Bir müddətdən sonra İctimai Birlikdə əməkdaş kimi fəaliyyətə başladım. Aldığım vacib tapşırıqlardan biri Dubayda keçirilən Expo 2020 sərgisində ölkəmizi təmsil edən milli pavilyonda fəaliyyət göstərmək olmuşdu. Bu sərgi çox iri miqyaslı sərgi idi. Ümumiyyətlə 197 ölkə iştirak edirdi. Öz pavilyonumuzda ziyarətçilərə hər gün ölkəmizin milli mənəvi dəyərləri, zəngin tarixi, mətbəxi, indiyə qədər keçdiyi inkişaf yolları haqqında məlumatlar verirdik. Hər gün 10 mindən çox əcnəbi ziyarətçimiz ölkə haqqında müxtəlif məlumatlar əldə edirdi. Ölkəyə qayıtdıqdan sonra həmin dövrdə ölkəmizdə Texnofest tədbiri keçirilirdi. Texnofest tədbirində könüllülərlə iş bizim məsuliyyətimiz idi tamamilə. 300 nəfər könüllünün iştirakını təmin eləmişdik. Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində ümumiyyətlə gənc könüllülərin cəlb edilməsi xüsusi rol oynayır. 1000-dən artıq könüllümüz var. Könüllülərimiz ictimai nəzarətin həyata keçirilməsi, həmçinin vətəndaş müraciətlərinin qəbulu, araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq və dialoq şəraitində həlli, həmçinin RİB-in həyata keçirdiyi çox şaxəli tədbirlər var, hansı ki, turizm, idman, mədəni, sosial tədbirlərin təşkilində könüllülərimiz çox vacib, danılmaz rol oynayırlar. Bütün regionlarda, hətta ən ucqar kəndlərdə belə Regional İnkişaf İctimai Birliyinin könüllüsü var. Gənclik illəri həm özünü tanımaq, həm də kimlərəsə faydalı olmaq üçün ən ideal dövrdür və könüllü fəaliyyəti insana çox böyük töhfələr verir, həyatda uğur qazanmaq üçün böyük təcrübə qazandırır. Könüllülərlə işi təşkil edəndə daha çox onların fikirlərinə önəm verməyə çalışırıq hər zaman. Onların gənc olaraq həm şəxsi inkişafa daha çox ehtiyacları var, həm aktivliyə, həm də motivasiyaya. İlk növbədə onların fəaliyyətinin, tədbirin təşkilinə əsas hərəkət verici qüvvə olduğunu vurğulamaq, onlara bunu həyatda hiss elətdirmək vacibdir. Bu onlar üçün böyük motivasiya mənbəyidir. Biz onlara bizə dəstək göstərən şəxslər kimi yox, elə bizdən biri kimi davranırıq. Cənab Prezidentin sərəncamı ilə
ilə 2024-cü ilin yanvar ayında COP29 əməliyyat şirkəti yaradıldı. Həmin mən də şirkətdə könüllülərlə iş üzrə menecer olaraq fəaliyyətə başlamışdım, lakin sonra baş menecer kimi fəaliyyətimi davam elətdirdim. Planlama dövründə biz inanmırdıq ki, könüllülərlə iş bu qədər çətin və iri miqyaslı olacaq. Çünki əvvəlki tədbirlər daha çox idman, konsert, əyləncə xarakterli olmuşdu. Lakin COP29 kifayət qədər rəsmi və ciddi bir tədbir idi. Buna baxmayaraq qeydiyyatı açıq elan etdikdə ilk 24 saat ərzində 9000 nəfər qeydiyyatdan keçmişdi. Könüllü olmaq istəyirdilər və ümumilikdə sonda qeydiyyat sayımız bir həftə ərzində 16000 nəfərə çatmışdı. Həmin könüllüləri düzgün qiymətləndirməli, seçim prosesindən keçirməli və tədbirdə fəaliyyətlərini düzgün idarə etməli idik. Bunun üçün bizə çox böyük komanda lazım idi. Komandamızı formalaşdırdıq. Təsadüfi deyil ki, komandamız bir vaxtlar elə könüllülərimiz olan gənclər idi. BMT tərəfdən olan tərəfdaşlarımız hər dəfə iclaslarda təəccüblənirdilər ki, bizdə bu qədər könüllü fəaliyyəti sistemlidir Azərbaycanda. Liderlərə dəstək göstərən, onları qeydiyyata alan, yönləndirmələrini həyata keçirən, onları hava limanından elə ilk qarşılayanlar bizim könüllülərimiz idi. İndiyə qədər hansısa ölkə nümayəndələri, ölkə başçıları, səfirlər tərəfindən bizə məktublar daxil olur könüllülərin fəaliyyətinə bağlı. Onlar bizə təşəkkür edirlər. Sərəncamı eşidəndə işdə idim, hər şeydən xəbərsiz. Ailə üzvlərimdən biri tərəfindən zəng gəldi və belə bir xəbər olduğunu dedi. Çox sevindim. Bu gənclik həyatımın ən həyəcanlı və ən qürurverici anı idi. Mükafatla tərtib olunduğuma görə cənab prezident İlham Əliyevə dərindən təşəkkürümü bildirirəm. Mükafatın mənə verdiyi məsuliyyəti dərk edirəm. O mənim hər zaman gələcəkdə də işlərimin daha uğurlu olmasına, motivasiyamda böyük rol oynayır. Heç vaxt arzularımızdan vaz keçməməliyik və arzularımızın arxasınca getməliyik. Hədəflərimizi kəskin qoymalı və məqsədyönlü olmalıyıq. Biz çətinliklərə yox, sonda alacağımız nəticəyə uğura fokuslanmalıyıq. Belə işlər.